Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri, hamınızı yeni satışa çıxan mənzildən salamlayıram. Bu günləri əla proyekti olan qanuni 3 otaq bir mənzil sizlərə çəkib təqdim edəcəm. Mənzilimiz yeni yasamaldadır. Mənzilin giriş qapısını görürsünüz. Giriş qapısından daxil olduqda belə bir dəhliz hissə bizi qarşılayır. Mənzilin həqiqətən çox ideal proyekti var. Sol tərəfdə sanitar qovşaqlar yerləşir, ayrı-ayrılıqdadır. Üzbəyüz mənzilin birinci yataq otağı. Burada sağ tərəfdə belə bir güşə hazır olunub. Qonaq otağı, mətbəx və yataq otağımızsa orada yerləşməkdədir. İlk öncə başlayaq mənzilin qonaq otağı hissəsindən. Qanuni 3 otaqlı 17 mərtəbəli, yeni tikili qazlı kupçalı binanın 13-cü mərtəbəsində yerləşir. Hal-hazırda mənzilin qonaq otağındayıq. Gördüyünüz kimi kvadrat ölçüyə malikdir, genişdir. Mənzilin qarşısı açıqdır, şəhərə gözəl, əla panoraması var. Mənzildə gördüyünüz bütün əşyalar hamısı qiymətə daxil olacaq. Qiymət haqqında da mən videonun sonunda sizə məlumat verəcəm. Mənzilin təmiri çox idealdır, əla təmiri var. Döşəmə keyfiyyətli növ, birinci növ parketdəndir. Qapılar qoz ağacından hazırlanan qapılardır. Hamısı əl işləmələrdir. Bu hissədə mənzilin mətbəx hissəsi yerləşir. Mətbəxdə də gördüyünüz bütün hər bir şey qalacaq, qiymətə daxildir. İstilik sistemimiz kombidir. Batareyalar da otaqlarda yerləşdirilib. Bu hissədə mənzilin birinci eyvan hissəsi yerləşir. 17 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşir. Qanuni 3 otaq, 121 kvadrat ümumi hissədən ibarətdir, sahədən ibarətdir. Bu hissədə mənzilin birinci böyük yataq otağı yerləşir. Gördüyünüz kimi mənzil tam işıqlıdır, yelçəkər bir mənzildir, gün düşən bir mənzildir. Bu otaqda da olan bütün hər bir əşya, mebel, texnika, hər bir şey qalacaq, qiymətə daxildir. Binada qaz su işıq fəaliyyəti daimidir. Binanın yeraltı qarajı və geniş həyəti mövcuddur. Ərazinin ən gözəl, keyfiyyətli, baxımlı binalarından biridir. Yataq otağına keçməzdən öncə mən sizə sanitar qovşaqlarını göstərim. Burada mənzilin hamam otağı yerləşir. Burada da lazım olan bütün hamam tualet aksesuarları yerləşdirilib. Həmçinin paltaryan xətti də burada yerləşdirilmiş şəkildədir. Bu hissədə isə mənzilin tualet hissəsi yerləşir. Gördüyünüz kimi bu formadadır və lazımlı aksesuarlar yerləşdirilib. Son olaraqsa mənzilin 3-cü otağı olan 2-ci yataq otağını sizlərə göstərim. Gördüyünüz kimi bu formadadır, kifayət qədər genişdir. Uşaq otağı kimi istifadə olunur. Bu otağımızdan da eyvana, ikinci eyvana çıxış gördüyünüz kimi burada yerləşir. Mənzil haqqında ümumi məlumatı keçir. Mənzilimiz yerləşir Yeni Yasamalın tam mərkəzində, Bravo marketin, bizim marketin yanında yerləşir. 17 mərtəbəli binanın 13-cü mərtəbəsində. Qanuni 3 otaq, 121 kvadrat ümumi sahədən ibarətdir. Sənədlər tam qaydasındadır, kupça çıxarış mövcuddur, əldədir. Mənzili həm nağd şəkildə ala bilərsiniz, həm də ipotekası təsdiqlənmiş şəxslər buyurub müraciət edə bilərlər. İstilik sistemimiz kombidir, batareyalar da otaqlarda yerləşdirilmiş şəkildədir. Döşəmə keyfiyyətli növ, birinci növ parketdən quraşdırılıb. Mənzildə gördüyünüz bütün əşyalar hamısı qiymətə daxildir. Mənzildəki əşyaların da dəyəri hardasa 25-30 min manat dəyərində olar. Mənzilin qiyməti 249 min manat start qiymətdir. Real alıcıya mənzilə baxdıqdan sonra endirim olunacaqdır. Mənzilə baxış keçirmək üçün göstərilən nömrə ilə əlaqə saxlayın. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.